Gələn il maaşlardan gəlir vergisi tutulacaqmı? 2026-cı ildə Azərbaycan dövlət büdcəsi gəlirlərinin 2 milyard 567 milyon manatının fiziki şəxslərin gəlir vergisi üzrə daxil olmalarının payına düşəcəyi proqnozlaşdırılır. Bu isə bu illə müqayisədə 29,5% çoxdur. Yəni bu il fiziki şəxslərdən gəlir vergisi kimi yığılan hər 100 manatın əvəzinə gələn il 129 manat 50 qəpik yığılacaq. Qafqaz İnfo xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov Facebook hesabında yazıb. İqtisadçının sözlərinə görə bu artım 5 səbəbdən ola bilər. Birinci səbəb əmək haqqlarının artması ola bilərdi. Lakin əmək haqqlarının 29-30% artması gözlənilmir. İkincisi, iş yerlərinin sayının artmasıdır ki, heç yeni iş yerlərdə bu qədər arta bilməz. Üçüncüsü, inflyasiyanın təsiri ilə ola bilər, amma bu həcmdə heç vaxt. Dördüncü hal vergi dərəcələrinin dəyişməsi ilə baş verə bilərdi. Lakin vergi dərəcələrinin dəyişməsi hələ bu həcmdə dəyişməsi gözlənilən deyil. Bəs onda 30%-ə yaxın verginin artması necə baş verəcək? Qalır 2019-cu ildə qəbul edilmiş bir güzəştin bitməsinin təsirləri. Belə ki, bunun əsas səbəbi böyük ehtimalla 2019-cu ildən qüvvədə olan və qeyri-neft-qaz qeyri-dövlət sektorunda işləyən şəxslərin maaşlarının 8000 manata qədər olan hissəsinə tətbiq edilən 7 illik vergi güzəştinin müddətinin artıq artırılmamasıdır. Yəni 2026-cı ilin 1 yanvarında həmin güzəştin bitməsi ilə onların gəliri də gəlir vergisinə cəlb olunacaq. Bu dəyişiklik büdcə daxil olmalarını 30% artıracaq. Həmin kateqoriyadan olan şəxslərin vergi yükü də artacaq təbii ki. 2019-cu ildə bu güzəşt niyə edilmişdi? Sualın cavabı sadədir. Bu güzəştin edilməsində əsas məqsəd qeyri-neft sektoru üzrə məşğulluğu təşviq etmək idi.